şirin yuxular. Nənə, ay nənə, Nədir mənim balam? yadındadır, dünənləri mən muncuqlardan bir əl işi hazırladım. Hə, yadımdadır. Nənə, bağçada tərbiyəçi mənə birinci yer verdi. Əlbəttə. Axı sən o əl işini çox gözəl hazırlamışdın mənim balam. Nənə mənə həm hədiyyə verdi, həm birinci oldum, həm də bütün uşaqlar məni alqışladılar. Ay sağ ol, afərin mənim balam. Mən də səninlə fəxr eləyirəm. Çox sağ ol nənə. Tərbiyəçi bilirsən nə dedi? Nə dedi? Dedi ki, bu sənin zəhmətivin bəhrəsidir. Düz deyib mənim balam, düz deyib. Zəhmətin bəhrəsi necə şirin olur. Hə, nənə, bayaq deyirdin ki, zəhmətin bəhrəsi sehirli inci kimi olur. Əlbəttə ki. Bəlkə sən sehirli inci nağılını danışmaq istəyirsən. Danışım, hamınız qulaq asın. Biri var idi, biri yox idi. Bir kənddə kasıb bir oğlan yaşayırdı. Günlərin bir günü oğlan ailəsini dolandırmaq üçün iş axtarmağa başlayır. Oğlan heyvanları çox sevirdi. Odur ki, ona yoldaşlıq eləsinlər deyə özü ilə bir ilan, bir də tutuquşu götürür. Oğlan kəndləri, şəhərləri dolaşır, amma iş tapa bilmir. Qəm dəryasına qərq olur. Deyir ki, nə vaxtadək mən işsiz, yoxsul yaşayacağam. Bunu eşidən ilan dilə gəlib deyir. Mən ilanlar padşahıyam. Səndən ancaq yaxşılıq görmüşəm. İndi borcumu qaytarmalıyam. Sənə birinci verəcəm. Bununla yoxsulluğun daşını atarsan. İlan sözünü bitirib ağzından bir dənə inci çıxarır və deyir. Bu incini əsla itirmə. Nə vaxtadək o səndə qalacaq, bütün arzuların da həyata keçəcək. İlan sözünü bitirib sürünərək oradan uzaqlaşır. Oğlan arzu eləyir ki, şahın qızı ilə evlənsin. Arzusu dərhal həyata keçir. Amma şahzadə xain qəlbli idi. Bir gecə oğlan yuxuda ikən incini ondan oğurlayır. Daha sonra isə oğlanı saraydan qovur. Ay nənə, zavallı oğlan ancaq ağ günə çıxmışdı. Hə. Aradan bir il keçir. Oğlan yenə yoxsulluq içində yaşayır. Tutuquşu da ondan bir gün olsun ayrılmır. Oğlan bir gün meşədə gəzərkən şahın qızı ilə rastlaşır. O əlindəki incinin köməyi ilə meşədəki bütün heyvanları məhv etmək istəyir. Niyə axı ay nənə? Heyvanlar ona nəyə baxır? Axı dedi ki, şahzadə çox xain qəlbli idi. Ay aman. Oğlan da bunu başa düşür,
tutuquşunu göndərir ki, gedib incini şahzadənin əlindən alsın. Görəsən ola biləcək? Hə, tutuquşu dostunun xahişini yerinə yetirir. Şahın qızı qəfil qarşısına çıxan tutuquşudan qorxub incini yerə salır. Tutuquşu şahzadədən cəld tərpənərək incini götürür və gətirib oğlana verir. Nə yaxşı, bəs görəsən bundan sonra nə olur nənə? Hə, oğlan incini alır və dənizə atır ki, bu inci bir daha xain qəlbli insanların əlinə keçməsin. Həmin gündən oğlan sehirlə yox, alın təri ilə yaşamağı qərara alır. Düzdür, oğlan çoxlu var-dövlət qazana bilmir, amma ömrünün sonuna dək öz zəhməti ilə qazandıqlarını yeyərək xoşbəxt ömür sürür. Nənə, mənə elə gəlir ki, doğrudan da bir insanın xoşbəxt yaşaması üçün sehirli inciyə ehtiyac yoxdur. Bəli, sehirli inciyə heç bir ehtiyac yoxdur. Sehir insanın əllərində, sehir insanın ağlında, sehir insanın dilində, sehir insanın beynindədir. Nə qədər çalışqan, qabiliyyətli olarsan, bir o qədər də xoşbəxt yaşayarsan. Nənə, mən də çalışqan olacağam, bacarıqlı olacağam, yaxşı oxuyacağam, uzaq görən olacağam. Ay, sağ ol mənim vəziyyətdən də balam. öz ağlıma gücü ilə çıxacağam. Afərin. Onda nənə, daha xoşbəxt olarıq, hə? Düzdür mənim balam, düz deyirsən. Aa. Sən onsuz da mənim ağıllı, bacarıqlı, işgüzar balamsan. Nənə, məni bu qədər güclü eləyən sənin sehirli sözlərindir. Elə isə yatmaq vaxtıdır. Hamınıza şirin yuxular. Göydən 3 alma düşdü. Biri nəvəm Şəmsiyə Fərhad qızının, Mən almamı nənəmlə bölüşəcəm. biri verilişimizi araya ərsəyə gətirən rejissorumuz Qızqayıt Cəlalın, biri də verilişimizin redaktoru Ələndar Quluzadənin. Ay nənə, uşaqlar qaldı axı. Əziz şirin balalarıma da bir kisə alma. Şirin yuxular.